N kvadratı üstə gəl N çıxsın 110 sıfır tənlik həlinə baxın. Burada necədir? V terimində kvadrat tənlik tapa bilməliyik. Ax kvadrat üstə gəl bx üstə gəl c şəklində göstərilən tənliklərə deyilir kvadrat tənlik. Kvadrat tənlikdən hər tərəfi a-ya bölsək, yəni x kvadratın əmsalını 1 alsaq, bu deyilir çevrilmiş kvadrat tənlik. X kvadrat üstə gəl b bölünsün a, üstə gəl c bölünsün a bərabərdir 0. B olan x daha doğrusu. Bu da bir tərəf adım p qoyuruq, bu da bir dənə adım q qoyuruq. Yazırıq bura x kvadrat üstə gəl px üstə gəl q bərabərdir 0. Burada tənlik kökləri cəmi x1, x2 bərabər mənfi p. Tənlik kökləri hasılı x1 burada x2 olur. Olduğu kimi sərbəst olduğu kimi q. İndi bizə verilən misala bunu tətbiq edək. Bizə deyir ki, n kvadrat üstə gəl n çıxılsın 110 bərabərdir 0 ceyrandan. Tənlik kökləri cəmi n1 plus n2 bərabərdir mənfi 1. Tənlik kökləri hasılı mənfi 110. Oldu? Aha. Bu necə olacaq? Buradan nə bilmirəm ki. Bir Toplayanda mənfi 110 eləyən ədədlər. Elə bir ədədlər olmalıdır. Toplayanda mənfi 1, vuranda mənfi 110 eləsin. Bu da hansı ədədlərdir? 1 Mənfi 11-dən müsbət 10. Mənfi 11-i götürmürük, n bərabər oldu 10. Bu elə bir ki, uzun yol deyil bu, yox. Necə? Uzun yol deyə biləm ki. Uzun deyil, yox. Əksinə mən sizə bir dənə də qəşəng qayda öyrətdim. Bunları öyrənin, dayanın. Yaxşı. Yaxşı. Uzun yol deyil. Nəticə yol odur. Deməli, n-i tapdıq 10. Oldu. Bizim də ədədlərimizin biri 2n idi. Bir də 2n plus 2. 2 vur 10. 20 də ədədimizin. Biri də 22-dir. Uzun deyil. Sadəcə bilmirsiniz deyə sizə uzun gəlir. Uzun gəlir, hə. Hə. Biləndən sonra sizə bu rahat gələcək artıq. Tətbiq eləyəcəm də. Məsələn, bu sizin viyet bilməməyinizi mənim düzü biraz şoka saldı. Yəni, çünki viyet bilinməyəcək bir şey deyil də, yəni. Bizim devirdə var idi ki, viyet. Kvadrat tənlik. Kvadrat tənlik bilirəm, amma viyet sözünü indi eşidirəm mən. Viyet teoremi var da, kvadrat tənliklərdə həmin vaxt deyirəm.